Quru karma ciltlər. Baxın. Cildimin nə qədər quru olduğunu anladınız. Səsə baxın. Bu mənim kurtarıcımdır. Bir böylesini hər yerə vururam, yetir. Önce bir tərəfini vuraq. Sadece pigmentinə və parlaqlığa baxaq. Egzamalı yüzlər, problemli ciltlər, quru ciltlər özelliklə baxın. Makyaj altından da vura bilərsiniz. İndi mən çölə çıxacağım, makyaj vuracağım, ona göre vururam, baxasınız. Bir dənə pigmentinə baxmanızı istəyirəm, baxın. Parlaqlığa baxın. Filtrsiz çəkirəm. Görürsünüz parlaqlığı. Türkiyəyə kimə satmışamsa stok ediblər. Hamısı yəni stok etdikləri üründür da bu. Bu bir tərəfə baxın quruluğa. Bura baxın parlaqlığa və bir dənə baxın da yəni özünüz. Bura qupqurudur. Bax. Yağ kimi. E vitamini, A-vit var içerisinde. Kusura bakmayın, E yoktu. A vitamini var içerisinde. Linoleum yağı var, zeytun yağı var. Eczane kremidir. Özellikle üzü hem belə deyim də sizə. Nəsə üzünüzdə probleminiz varsa hamısını giderir. Yaralarınız varsa yaranın üstüne vurursunuz, sağaldır yaralarınızı. Bir dənə də krem gətirmişəm. O kremi həm də göz altınıza da vura bilərsiniz. İçerisinde E vitamini var. Məncə artıq tərifləməyimə gerek yoktu. Kızlar, baha kremler almayın. 4000, 5000 verip kremler almayın. Süper kremdir. Bir de dostlar, videolarda, yorumlarda soruşursunuz adını. Adı Spermatiyetova idi. Mən hər birinizə cavab yaza bilmirəm. Direktimə yazın. Bir də Instagramda profil resminin altında